Vaxt çəkilir də, ay-ayına xahiş edirəm. Bir də görək bizim pul hara gedir. Hər kəsə maraqlı olan suallar Yerüstü Nəqliyyat Agentliyi bu cür aydınlıq gətirdi. Vəsaitlər parklanma yerlərinin idarə olunması və saxlanılmasına, yəni kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri, parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması, parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri, nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması, yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə olunur. Qısacası, həcm artdıqca nəzarətdə güclənməlidir. Çünki söhbət təkcə dayanacaq haqqından yox, büdcəyə təsir edən ciddi gəlir mənbəyindən. Biz eyni nəzarətin və eyni aynadan söhbət edirik. Hansı nəzarət güclənməlidir ki, dəfələrlə aynanın ərazisində Səbuhi Məmmədovun və Elvin Mahmudzadənin qeyri-qanuni parklanma işlətdiyi barəsində məlumatlar vermişik. Lakin nə ayna, nə də aidiyyatı üzrə hüquq mühafizə orqanları bu barədə tədbir görməyib. Biz eyni şəhərdən, eyni parklanma yerlərindən və eyni aynadan danışırıq. Çox təəccüblüdür. Bəs onda aynanın yerində qeyri-qanuni, Xətai rayonunda qeyri-qanuni parklanma yerlərini saat 22:00-dan sonra işlədən Səbuhi Məmmədov niyə bu günə qədər cəzasız qalıb? Əgər dediyiniz kimi vəsaitlər dediyiniz xərclərə ayrılırsa, bəs onda Anar Rzayev milyonluq villa alma həvəsini hansı pulla alır? Milyonluq villanı almaq istəyir. Çox qəribədir. Bu suallara cavab tapa bilsək, yəqin ki, Nobel mükafatına nail olacağıq.